Mən Rüfət Əhmədov, Kompas Təlim Tədris Mərkəzinin təsisçi direktoruyam və qanunvericilik üzrə təlimçisiyəm. Mərkəzimiz 10 ildən çoxdur ki, Qəbələ rayonunda fəaliyyət göstərir. Fəaliyyət və xidmətlərimiz arasında əsas dayaq nöqtəmiz olan dövlət qulluğu, qanunvericilik sahəsidir ki, qanunvericilik və hüquq sahəsində həm dövlət qulluğu, xüsusi dövlət qulluğu, test və müsahibə proqramlarına hazırlıq əsas prioritet istiqamətlərimizdəndir. Bundan başqa mərkəzimizdə xarici dillər, alman dili, ingilis dili, rus dili, ərəb dili tədris olunur ki, xüsusən də alman dili üzrə və ingilis dili üzrə peşəkar beynəlxalq sertifikatlarla tədrisi başa vururuq ki, bu da xidmətimizin yüksək keyfiyyətini göstərir. Artıq 2 ilə yaxındır ki, bu kursda alman dilini tədris edirəm. Məqsədim Azərbaycanı Almaniyada təmsil edən, yaxşı şəkildə təmsil edən tələbələr yetişdirməkdir. Alman dilini tədris etməklə yanaşı mən Azərbaycanda Alman dili ilə maraqlanan tələbələr Ausbildung və iş vizası üzrə dəstək göstərirəm və eyni zamanda dili ən asan praktik yollarla öyrədib Almaniyaya göndəririk. Hətta müsahibə suallarına da köməklik göstəririk. Eyni zamanda alman dilini Almaniyada həyat yoldaşı olan tələbələrimiz, ailə birləşməsi edən tələbələrimizə də dəstək göstəririk. Beynəlxalq sertifikatlara hazırlaşmasında və yaxud da beynəlxalq sertifikatlarla ailə birləşməsi etmək istəyən tələbələrimizə də dəstək göstərib, dili öyrədib Almaniyaya göndərməkdə kömək edirik. Eyni zamanda bunu da qeyd edim ki, dərslərimiz yorucu deyil, ən asan praktik yollarla həyata keçirilir və dərslərimizdə əlavə ödənişsiz konsultasiyalar və yaxud da ödənişsiz danışıq dərslərimiz həm onlayn, həm də əyani formatda dərslərimizdə mövcuddur. İndi isə müsahibəmi alman dilində bir neçə cümlə ilə yekunlaşdırmaq istəyirəm. Guten Tag, Qəbələ TV. Und ich möchte sagen, wer möchte in Deutschland arbeiten und einfach wohnen, bitte kommt zu uns und lernen wir zusammen Deutsch. 6 ilə yaxındır ki, burada ingilis dil dərslərini keçirəm. Hazırda General English, Business English, iş müsahibələrinə hazırlıq, abituriyent və magistr hazırlığı istiqamətləri üzrə dərs keçirəm. Mənim üçün ən vacib prinsiplərdən biri hər bir tələbəyə fərdi yanaşmaqdır. Çünki hər tələbənin səviyyəsi, məqsədi və öyrənmə tərzi fərqlidir. Buna görə də dərslər tələbənin ehtiyaclarına uyğun şəkildə qurulur. Bizdə ingilis dilini öyrənmək əvvəl qrammatika, söz öyrənmək, sonra danışmaq prinsipi ilə getmir. Əksinə, ilk dərsdən danışırıq. Yəni söz və qrammatikanı öyrəndiyimiz anda tətbiq edir, sualları cavablandırır və fikrimizi ifadə edirik və real situasiyalarda istifadə edirik. Çünki sadəcə məqsədimiz ingilis dilini bilmək deyil, ingilis dilində danışa bilməkdir. Eyni yanaşmanı digər istiqamətlərdə də tətbiq edirik. Abituriyent və magistr hazırlığında məqsədimiz sadəcə qaydaları əzbərlətmək və çoxlu testi həll etdirmək deyil, əsas məqsədimiz qrammatikanı şagirdə məntiqi şəkildə öyrətmək, öyrəndiyi qaydaları testlərdə, müxtəlif formalarda tətbiq etməyi bacarmaqdır. Bunlarla yanaşı, həmçinin iş müsahibəsinə hazırlıqda əsas diqqətimizi praktiki yanaşmaya yönəldirik. İlk növbədə tələbənin müraciət etmək istədiyi vakansiyanı və həmin vəzifənin tələblərini analiz edirik. Daha sonra həmin vakansiyaya uyğun mümkün müsahibə suallarını müəyyənləşdirir və real müsahibə formatında praktika edirik. Sentyabr ayının 1-dən yeni başlayacaq qruplarımıza müraciət edə bilərsiniz. Dövlət qulluğu sahəsində hər iki mərhələnin yekun həyata keçirilməsi və tədris olunması qanunvericilik və digər kompleks fənlərlə birlikdə həyata keçirilir ki, bu da bizim həm proqramı nəzərə çatdırmağımızdan başqa indiyədək əldə etdiyimiz təcrübi bilikləri də dinləyicilərə, müraciət edən tələbələrə çatdırmağımızla yekunlaşır. Hal-hazırda mərkəzimizin xidmətlərindən yararlanan yüzlərlə müdavimlər, yüzlərlə tələbələr dövlət orqanlarının müxtəlif sahələrində çalışırlar. Dövlət qulluğuna qəbul üzrə keçirilən A və B kateqoriyaları üzrə test proqramlarının kompleks keçirilməsində yenilənmiş test vəsaitləri, yenilənmiş materiallardan istifadə olunur və Dövlət İmtahan Mərkəzinin son yenilənmiş proqramlarından istifadə olunur və bu artıq bizim
nəticələrimizdə də öz əksini tapmışdır. Mən Kompas Təlim Tədris Mərkəzində menecer vəzifəsində çalışıram. Menecer olaraq iş prinsipim, tələbələrin müraciətləri zamanı onlara uyğun kurs və qruplar haqqında onların məlumatlandırılması və tədris prosesini təşkil etməkdir. Bundan əlavə müəllimlərlə və tələbələr arasında əlaqəni qurmaq, onların hər birinə fərdi yanaşılması və kursu başa vurana qədər onların tədris prosesini dərindən izləməkdir. Mənim üçün menecer olaraq ən vacib məqam tələbənin kursa müraciət etdiyi vaxtdan etibarən o tədrisini başa vurduğu günə qədər özünü rahat və diqqətlə hiss etməsidir. Çünki düşünürəm ki, yaxşı idarə etmə, təkcə təşkilatlı işləri yerinə yetirmək deyil, hər bir tələbəyə fərdi yanaşmaqdır. Bundan başqa mərkəzimizdə onlayn və əyani şəkildə peşəkar mühasib sertifikatının 1-ci və 2-ci mərhələlərinə hazırlıq tədris olunur. Peşəkar mühasib sertifikatı üzrə mühasibat uçotu və 2-ci mərhələdə qanunvericilik üzrə tədrisi həyata keçiririk ki, bu da artıq sonda mühasib sertifikatının alınması ilə yekunlaşır. Bundan başqa xidmətlərimiz içərisində magistraturaya qəbul, direktorların və direktor müavinlərinin işə qəbulu, müəllimlərin işə qəbulu və sertifikasiyada əsas prioritet istiqamətlərdəndir. Müəllimlərin işə qəbulu və sertifikasiya üzrə bütün fənlərin tədris olunması nəzəri olaraq həyata keçirilir. Kursumuzda sınaq imtahanlarının keçirilməsi son texnoloji yeniliklərlə paralel şəkildə aparılır ki, bu da sınaq imtahanlarının əsas imtahan öncəsi tələbələrin ümumi imtahana hazırlıq səviyyəsinin yüksək peşəkarlıq səviyyəsinə çatdırılması və imtahan həyəcanının azaldılması ilə nəticələnir. Mən Səadət Sadıqova, kompüter və informasiya texnologiyaları üzrə fəaliyyət göstərirəm. Əsas məqsədim insanlara müasir texnologiyalardan düzgün şəkildə istifadə etməyi öyrətmək və bu sahədə öz biliklərini inkişaf etdirməkdə dəstək olmaqdır. Kursumuzda IT proqramlaşdırma, 1C mühasibatlıq proqramı, Office proqramları, Windows 11 əməliyyat sistemi, Outlook və bu kimi digər vacib proqramlar öyrədilir. IT proqramlaşdırma kursu, 1C mühasibatlıq, Office proqramları, Windows 11 əməliyyat sistemi, Outlook və bu kimi vacib proqramları tələbələrimizə həm nəzəri, həm praktik şəkildə öyrədirik. Əsas məqsədimiz tələbələrimizin öyrəndiyi bilikləri real həyatda və iş fəaliyyətində peşəkar səviyyədə tətbiq etməsidir. Kursumuzla bağlı xüsusi olaraq hazırladığım bir layihə də var. Kurs üçün özüm tərəfindən veb sayt və QR kodla yoxlanılan rəqəmsal sertifikat sistemi hazırlamışam. Kursu uğurla başa vuran iştirakçıya QR kodla yığılmış sertifikat təqdim olunur. Həmin QR kod telefon vasitəsilə oxudulduqda sertifikatın məlumatları sistemdə açılır, sertifikatın həqiqiliyini yoxlamaq mümkün olur. Bu sistemin əsas məqsədi sertifikatları daha müasir, şəffaf və asan yoxlanıla bilən formada təqdim etməkdir. Bu layihəni hazırlamaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki burada həm müəllim kimi biliklərimi paylaşır, həm də öyrəndiyim texnologiyaları öz layihəmdə tətbiq edirəm. İnanıram ki, bu cür layihələr Qəbələdə rəqəmsal savadlılığın və texnologiya marağın daha da inkişafında öz töhfəsini verə bilər. Xüsusi dövlət qulluğu üzrə vergi, gömrük, ədliyyə orqanlarına işə qəbul, miqrasiya, Xarici İşlər Nazirliyi orqanlarına işə qəbul da mərkəzimizdə həyata keçirilir. Həmçinin ədliyyə orqanlarına işə qəbul proqramı daxilində notariat, icra məmurlarının test və müsahibə mərhələləri ilə işə qəbulu həyata keçirilir. Bugünə qədər bizi fərqləndirən əsas amil peşəkar yanaşma, zəmanətli tədris metodikası və hər bir tələbəmizə fərdi qayğıdır. Dövlət qulluğunda, hüquq sahəsində, ali məktəblərə qəbul və xarici dil biliklərini mükəmməlləşdirmək istəyən hər kəsi kursumuza dəvət edirik.